Salam dəyərli abituriyentlər. Bu videomuzda Azərbaycan dilindən ümumi qaydalarla bağlı bəzi məsələlərə baxacağıq. Başlayaq vurğu məsələsindən. Vurğu ilə bağlı kitabımızda olan hazır qaydaları deməyəcəm. Sadəcə sizə testlərdə vurğunu taparkən lazım olacaq bəzi asan açar məqamlar var ki, onların üzərində dayanacağam. Başlayaq birinci qaydadan. Bəzi dilimizdə sonu tika hissəci ilə bitən sözlərimiz var. Yadınızda qalsın, tika ilə olan sözlərdə tika hissəsi vurğu qəbul etmir. Məsələn, yazıram belə bir söz. Fikir verin, burada tika hissəsi var. Dedik, tika vurğunu qəbul etmir. Necə olacaq vurğu? Kibernetika. Vurğu hara düşdü? Baxın, bu hecanı qüvvətli deyirəm. Kibernetika. Vurğu həmin bax bu hissəyə düşdü. Və yaxud da məsələn, deyirəm ki, energetika. Fikir verin, necə olacaq tələffüzü? Energetika. Vurğu yenə bax bura düşdü. Və yaxud da praktika. Fikir versiniz, bu həmin hissəcik morfem olan sözlərdə vurğu tikadan bir heca önə düşür. Yəni, bu hissə vurğu qəbul etmir. Yəni, testlərdə bu hissəciklə, morfemlə bağlı sözlər qabağınıza çıxsa, vurğunu bura atmayın. Daha çox bir heca önə atın. Vurğu əsasən bir heca önə düşür. Daha sonra, ikinci bir məqam. Log hissəci ilə bitən, daha doğrusu, belə yazaq, sözlərimiz var. Əgər log sonluqlu sözlər, burada söhbət cansız varlıqdan gedirsə, vurğunu qəbul edəcək. Söhbət fikir verin, cansız varlıqdan gedirsə. Məsələn, deyirəm ki, dialoq və yaxud da monoloq. Baxın, dialoq, monoloq belə götürmürsünüz vurğunu. Log hissəci, yadınızda saxlayın qayda kimi. Əgər söhbət burada cansızlardan gedirsə, cansız, ümumi bir anlayışdan söhbət gedirsə, vurğunu qəbul edəcək. Dialoq, monoloq, bax, vurğusu bu formadadır. Yox, əgər söhbət canlıdan gedirsə, bu zaman vurğu logdan əvvəlki hecanın üzərinə düşəcək. Məsələn, deyirəm ki, kardioloq. Fikir verin, burada artıq söhbət canlıdan gedir. Əgər söhbət canlıdan gedirsə, vurğu hara düşəcək? Kardioloq. Vurğu logdan bir heca önə düşəcək. Aydın oldu. Qayda necə oldu? Bax, logda deyirik ki, əgər söhbət cansız anlayışdan gedirsə, vurğunu qəbul edəcək. Yox, əgər canlıdan gedirsə, logdan bir heca önə düşəcək. Ümid edirəm ki, aydın olar. Daha sonra, qraf hissəciyi var dilimizdə. Qraf. Qraf sonluqlu sözlərdə yadınızda qalsın. Qraf vurğunu qəbul etmir. Məsələn, fotoqraf. Vurğu hara düşdü? Fotoqraf. Bax, bu hecanı mən qüvvətli deyirəm. Qrafla olan sözlər gördünüz, vurğunu hara atırsınız? Əsasən bir heca önə atırsınız. Daha sonra, iya sonluqlu bəzi sözlərimiz var dilimizdə. Burada da iyanı harada görürsünüzsə bəzi sözlərdə, vurğu əvvəlki hecanın üzərinə düşür, iyanın üzərinə düşmür. Məsələn, deyirəm ki, astronomiya. Hara düşdü vurğu? Baxın, iya hissəciyi buradadır. Astronomiya. Fikir verdiniz, iyadan əvvəlki hecanın üzərinə düşür. Əsasən, bu iya ilə bitən sözlər bu qaydaya tabi olur. İya vurğunu qəbul etmir. Amma bir dənə istisnamız var. Bax, bu sözdə. Vurğu hara düşəcək burada? Dramaturgiya. Fikir verin bura. Dramaturgiya deyirik əslində əksəriyyətimiz, amma səhv deyirik. Vurğu bax burada bura düşür. Bax, tələffüzü bu formada. Dramaturgiya. Fikir verdiniz, G-ni mən qüvvətli dedim. Vurğu bax bu hecəyə düşür. Bu bir dənə istisnadır. Yerdə qalanlarda əsasən, yəni testlərdə qabağımıza çıxan sözlərə əsasən deyirik ki, iya vurğunu qəbul etmir. Əsasən bir heca öndə qəbul edir vurğunu. Daha sonra bal bitişdiricisi var. Bal bitişdiricisində işlənən sözlərdə vurğu adətən ilk hecada olur. Məsələn, taybatay. Vurğu hara düşdü? Əvvələ düşdü. İlbəil. Vurğu hara düşdü? Əvvələ. Yəni, bu bal bitişdiricisi ilə olan sözlərdə əsasən vurğu əvvəlinci hecəyə düşür. Baldan əvvəlinci hecəyə düşür. Bu da belə. Daha sonra tor sonluqlu bəzi
sözlərimiz var. Burada da tor vurğunu qəbul etmir. Yadınızda qalsın. Hansı sözün ki sonu torla bitir, vurğunu qəbul etmir. Vurğunu həmin hecəyə salmayın. Məsələn, deyirəm ki, direktor. Sizcə belə desəniz doğrudur. Yoxsa direktor. Vurğu hara düşdü? Tordan yenə əvvəlki hecanın üzərində. Rektor. Rektor yox. Rektor. Çünki bu tor istədiyi vurğu qəbul etmir. Və yaxud da traktor. Vurğu hara düşdü? Əvvəlki hecanın üzərinə. Daha sonra tərkibində ist, izim, daha sonra end. Bax, bu stan. Gəlin bunu da yazaq. Bax, bu tipli sonluqlarla bitən sözlərdə vurğu son hecadı olur əsasən. Məsələn, deyirəm ki, abituriyent. Bu hissəciklərlə bitirsə, vurğu əsasən sonda olur. Abituriyent, vurğu hara düşdü sona. Hətta məsələn, və yaxud gəlin bu sözü yazaq, deyirəm ki, realist. Realist, adi tonda deyirəm, vurğu sona düşdü. Realizm, realizm, vurğu sona düşdü, son hecanı qüvvətli deyirəm. Sonra məsələn, belə bir 10 hissəciyində yazın bura. Məsələn, deyirəm ki, trilyon, trilyon. Hansı hecanı qüvvətli dedim? Sonuncu hecanı. Bax, bunlarda həmin bu hissəciklərlə bitən sözlərdə vurğu adətən son hecanın üzərinə düşür. Yerdə qalan vurğu ilə bağlı əsas məsələlər qayda kitablarında var. Onlar, yəni, üzündən də oxusanız kitabdan tapa bilərsiniz. Bunlar hardasa sizə testlərdə bəzi sualları tapmaqda yardımcı olacaq. Daha sonra, fonetika ilə bağlı ümumi qeydlərdə nə deyə bilərik? Tərkibində a, anti, ba, bi, daha sonra na, pre. Bax, bu ön şəkilçiləri olan sözlər yadınızda qalsın, bitişik yazılır. Yəni, bunların hər biri ön şəkilçidir. Şəkilçinin də yazılışı necədir? Sözə bitişik yazılmalıdır, düzdür? Və bitişik yazacaqsınız. Məsələn, anormal. Ön şəkilçidir, sözə bitişik yazılmalıdır. Və yaxud da deyirəm ki, prepozisiya. Bu ön şəkilçidir. Ön şəkilçilər sözə bitişik yazılmalıdır. Bunlara aid nümunələr kitablarda çoxdur. Məsələn, baməzədir, bisavaddır, düzəltmə sifətlər yaradır. İndi burada bir dənə bir məqam var. Bax, bu anti ilə bağlıdır. Yadınızda qalsın. Normalda anti ümumi isimlərə qoşulduqda ön şəkilçi kimi sözə bitişik yazılmalıdır. Məsələn, deyirəm ki, antivirus. Ön şəkilçidir. Sözə bitişik yazılmalıdır. Amma burada bir dənə bir məqam var. Yadınızda qalsın. Əgər anti şəkilçisindən sonra xüsusi isim gələrsə, bu zaman bitişik yox, defislə yazılacaq. Məsələn, anti Azərbaycan. Fikir verin, anti sözündən sonra xüsusi isim gəldiyinə görə avtomatik necə yazıldı anti sözü defislə? Siz bunu bitişik yazsanız, bu artıq səhv sayılacaq. Sözün fonetik norması, artıq sözün fonetik normanı pozmuş sayılırsınız. Yəni, normalda qayda belədir ki, ön şəkilçidir. Ümumi isimlə gəlirsə, bitişik yazılacaq. Xüsusi isimlə gəldiysə, necə yazılmalıdır? Defislə yazılmalıdır. Daha sonra dilimizdə bir sıra morfemlər var. Məsələn, aero, agro, makro, mikro, mini, super, daha sonra foto, tele. Bax, bu tipli sözlər, yadınızda yoxdur, ümum sözdə məsələn bura aiddir. Bax, bu tipli morfemlər normalda sözə bitişik yazılır. Yəni, bu tipli morfemləri harada görsəniz sözdən ayrı yazmırsınız. Sözə mütləq şəkildə bitişik şəkildə yazırsınız. Məsələn, foto sözü ilə bunu verər, foto çəkiliş. Bu formada verir, yazılış yanlışdır. Niyə? Çünki foto sözə necə yazılmalıdır? Bitişik. Sözə bitişik formada yazmalısınız. Və yaxud da, məsələn, bunların içində neo morfemi də var. Məsələn, neologizm, neorealizm. Bax, bu tipli sözlərdə necə yazılmalıdır? Sözə mütləq şəkildə bitişik yazılmalıdır. Supermarket. Bitişik yazılmalıdır bu morfemlər. Sadəcə bu morfemlərin içində yadında saxlayın. Bəziləri xüsusi isimlərə qoşulduqda yenə defislə yazılacaq. Bayaqçı qayda kimidir, antiləki kimidir. Normalda ümumi isimlə gələndə
bitişik yazılır, amma bəziləri xüsusi isimlə birlikdə gələndə defislə yazılır. Aydın oldu. Məsələn, ümum sözünə baxaq burada. Deyirəm ki, ümum bəşəri. Bəşəri sözü burada ümumi isim kimi işlənib. Bitişik yazılmalıdır normalda. Amma desəm ki, ümum Azərbaycan. Azərbaycan artıq xüsusi isim olduğuna görə ümum necə yazılmalıdır? Defislə yazılmalıdır. Aydın oldu. Bu da belə. Daha sonra tərkibində yadınızda qalsın X, X, daha sonra kontur, web. Bu web ilə bağlı suallar demək test toplumunda var. Bitsi, daha sonra art. Bax, bu morfemlərlə qeyri-müəyyən yazaq bura. Bu morfemlərlə olan sözlər, mürəkkəb sözlər defislə yazılır. Məsələn, X, president. Nə bilim, X, hücum yaza bilərik. Vitse, prezident. Qeyri, adi. Bax, bu tipli sözlər necə yazıldı? Mütləq şəkildə defislə yazırsınız. Məsələn, web dizayner. Dimdə bax, orfoqrafiya testlərində var bu söz. Dizayner. Weblə olan sözlər necə yazılmalıdır? Ümumiyyətlə, bax, bu tipli morfemləri harada görürsünüzsə, sizə defislə yazılmalıdır. Bunları mütləq şəkildə qeydiyyatına aparın. Daha sonra nə deyə bilərik ümumi? İzafət birləşmələri var. Bilirsiniz ki, izafət birləşmələri ərəb, fars dillərindən hazır şəkildə aldığımız ifadələrdir. Bunlar mütləq şəkildə defislə yazılır. Məsələn, bir dəqiqə. Həddi buluq. Və yaxud da küllü ixtiyar. İzafət birləşmələri yadınızda qalsın. Necə yazılmalıdır? Defislə yazılmalıdır. Tərzi hərəkət və yaxud da deyirəm tərcümeyi hal. Hamısı izafət birləşmələri defislə yazılır. Daha sonra ölçü aidlərini bildirən isimlər var. Məsələn, kilovat, saat. Necə yazıldı? Defislə. Əgər ölçü aidini bildirən isim varsa necə yazılacaq? Defislə yazılacaq. Və yaxud da qram kalori. Qram kalori. Yəni ölçü vaidini bildirən isimlərdir bunlar. Bunlar da mütləq şəkildə defislə yazılır. Bitişik yazılsa, ayrı yazılsa sözün yazılışı yanlış olacaq. Daha sonra sözün ortasında gələn K səsləri, K hərfləri. Tələffüzdə yadınızda qalsın, bir K səsini verəcək. Ç samitini demirəm, qoşa gələn çıları demirəm. Qoşa gələn K samitləri var ki, tələffüzdə bütövlükdə bir dənə K səsini ifadə edəcək. Məsələn, deyirəm ki, belə bir söz yazaq. Akkumulyator. Baxın, K səsləridir. Necə tələffüz olunacaq? Akkumulyator. Yəni, 2 dənə K bütövlükdə bir dənə K səsini vermiş oldu. Daha sonra zərf düzəldən lalə şəkilçisi var. Məsələn, orfoepiya ilə bağlı olan testlərdə bax, sözlərin düzgün tələffüzü ilə bağlı, bax, bu şəkilçisi ilə bağlı sözlər verilir orada. Bax, məsələn, bu şəkilçisi ilə olan sözlərə cəsarətlə və yaxud da sürətlə. Həmin bu zərf düzəldən lalə şəkilçisi çox zaman nan-nən şəklində tələffüz olunur. Nan-nən. Məsələn, necə olacaq? Cəsarətlə, sürətlə. Bax, bu formada olacaq. Vurğu ilə bağlı orada bir şey də nəzərinizə çatdırım. Ay adlarında, məsələn, iyun, iyul aylarında. Bax, bu tipli sözlərdə, ay adlarında. Abituriyentlər vurğunu, bax, burada bu formadadırlar. İyun, iyul. Bu yanlışdır. Vurğu normalda sona düşməlidir. Ay adlarında necə yadınızda saxlayırsınız? Ay adlarından bir dənə avqust sözünü ümumi şəkildə yadınızda saxlayırsınız ki, bir dənə avqust sözündə, 12 aydan bir dənə avqust sözündə
vurğu əvvələ düşür. Yerdə qalanlarda əvvələ düşmə məsələsi yoxdur. Digər hecalara düşür. Aydın oldu. Əsasən son hecəyə düşür. Amma bir dənə avqust sözündə vurğunu əvvəlcə hecəyə atırsınız. Belə. Ümid edirəm ki, video faydalı oldu. Əlavə suallarınız varsa şərhlərdə qeyd edə bilərsiniz.